Salam, hər vaxtınız xeyir olsun, əziz sosial şəbəkə izləyiciləri. Hamınızı salamlayıram. Xocavənd rayonu ərazisindən Tuğ istiqamətində gedən döyüşün 28 iyun 92-ci ildə gedən döyüşün bugün 34-cü il dönümüdür. 28 iyun 2026-cı ildir. 839 nömrəli hərbi hissənin keçirdiyi döyüş əməliyyatının 34-cü il dönümüdür. Hansı ki, həmin döyüş o görünən dağın o üzündən başlayıb və bu ərazidən keçərək irəlidə o görünən fermalara qədər irəliləmişik. Geridə düşmənin hardasa 4-5 dənə mövqeyin, səngərlərin, bərkidilmiş səngərlərin təmizləyəndən sonra yəni irəliləmişik. Bu ərazi bu tut bağından keçib. Burada bir dənə arx vardı, köhnə quru arxıdır. Bu arxdan arxın içərisi ilə, yəni batalyon, buralar o vaxtı bu yolda burada yoxdur, meşəli idi bura. Bir dənə açıq yer orada vardı, oraya ilə irəliləmişik, qabaqda o görünən fermalara qədər. Hardasa, bax o görünən ferma ilə bizim aramızda da, ortalama o hissədə Rasim İbrahimov şəhid olub. Orada bizim də hardasa 11-12 əskərimiz şəhid olmuşdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, döyüşçülərimizə Allah can sağlığı versin. Qardaşlarımız unutmadılar, unutturmadılar. Deməli, mütəmadi olaraq 34 il ərzində hər il ümumi şəhidlərimizi də anmışıq və batalyon komandiri Rasim İbrahimov və onunla bərabər şəhid olan qardaşlarımızı hər il, hər zaman diqqət mərkəzində saxlamışıq və gələcək nəsillərə bir örnək olmağa çalışmışıq, bir nümunə olmağa çalışmışıq ki, millətimiz, gələcək nəsillər olanlardan məlumatlı olsunlar. Bugün də 34-cü il dönümüdür. Füzuli şəhərində yaşayan az saylı qazi döyüşçü heyəti ilə yenə də şəhidlərimizi anım mərasimi təşkil etməyə çalışdıq. Və həmin bu ərazidir ki, bu ərazidə bizim əskərlərimiz şəhid oldular. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah millətimizi, dövlətimizi qorusun. Allah ordumuzu hər zaman müzəffər eləsin. Allah sizləri qorusun, gözəl qardaşlar, dəyərli qardaşlar. Yaxşı ki, varsınız. Talih müəllim, sözün olacaq yəqin ki. Mən də bütün sosial şəbəkə izləyicilərini salamlayıram. Hər birinə əmin-amanlıq, sülh, səadət, xoşbəxtlik arzu edirəm. Bu günləri əlamətlər bir gündür. Yəni, bu unudulmaz bir gündür. Şəhid verdiyimiz qardaşlar bu torpaqda qanları tökülür. 12 şəhidimiz, 56 yaralamız. Onların içində hazırda burada olanlar da var. Həmən döyüşdə yaralananlar. Allah hamısına can sağlığı versin. Mən həmişə dostlarımıza, yoldaşlarımıza deyirəm. Şükür edək ki, heç olmasa biz sağ qalmışıq. Bu günləri unutmuruq bu dostlarımızı, qardaşlarımızı. Çalışağın onları unutmayağın, unutturmayağın. Allah hər kəsdən razı olsun. Bu 44 günlük döyüşdə də, antiterrorda da öz sözümüzü dedik. Yarımçıq qalan sözümüz var idi. O yarımçıq qalan sözümüzü dedik. Və müzəffər ordumuz olaraq, ordumuzla bir yerdə biz də bu döyüşdə iştirak elədik və yarımçıq qalan sözümüzü dedik. Mən Azərbaycan xalqına, Azərbaycan ölkəsinə sülh, əmin-amanlıq diləyirəm Allah Taala'dan. İnşallah bir daha müharibə olmasın, itkilər olmasın. Balalarımız sağ-salamat böyüsünlər. Allah hər birimizdən razı olsun, gələn ayaqlarınız var olsun. İndi rayonlarda, ondan Bakıda Şəhidlər Xiyabanında döyüş yoldaşlarımız, qardaşlarımız hazırda onlar da bu döyüşə gedirlər, yəni anım gününə. Allah onlardan da razı olsun. Bütövlükdə Allah Azərbaycanımızı qorusun. Hər birinizə bir daha minnətdaram. Sonra bunları